əyyam gəlib təzə bu il, mən sizə elan edirəm, yarış başlayıb indi. Kim xanım Fatimə Zəhranın yanında ən əziz adamdır, bunun yarışıdır bu. Biz yarışdayıq indi. Kim indi Həzrəti Zəhraya daha çox yanacaq indi Seyid oxuyanda? Kim yanacaq? Bu dinin ən gözəl hissəsi sevgi hissəsidir. O sevgi hissəsində bizə Əhl-i Beyt yaşadır. O sevgi ləzzətini bizə daddırmaq üçün o qədər fədakarlıqlar eləyib. Xanım Zəhra bizi yığıb ki, bu gözəl mühiti yaratsın. Gözəl bir müsabiqə mühiti, gözəl ləzzət mühiti hesabını da özü ödəyib öz məzlumiyyəti ilə. Hesabı onun məzlumiyyətidir, o çətinlikləridir. Mən eşitmişəm ki, Həzrət Zəhra bir gün Salmanı çağırıb, deyib, Salmanı çağırın gəlsin. Mən xanım Zəhraya özüm müraciət edirəm sizin adınızdan ki, xanım, ana eşitmişəm ki, bir gün səhabələrdən birini çağırmışsan, o gəlib sizə deyib ki, xanım, nə buyruğunuz, nə əmriniz, mən üçün çox xoşdur sizin dəvət eləməyiniz. Amma həyəcanlıyam ki, görəsən, niyə görə məni çağırmışsınız? Xanım Zəhra nə desə yaxşıdır Salmana? Dedi ki, Peyğəmbərdən sonra bizə cəfa elədin, bizi yaddan çıxartdın, unutmursan, day bizə baş çəkmirsən. Ürəyim darıxdı sən üçün. Sən demə, belələri də var ki, xanım Zəhra darıxır onlar üçün. Onlar özü çağırır yanına. Ana da övladını çağırır ki, gəl, darıxmışam sən üçün.